Sual verirlər ki, biz Peyğəmbərin sallallahu aleyhi və səlləmin Tövratda, İncildə və Zəburda adlarının necə keçdiyini bilirikmi? Peyğəmbərimizin hansı adları var və bu adların hansıları səmavi kitablarda gəlib, hansıları isə sünnədə? Cavab belədir ki, Uca Allah Qurani Kərimdə bizə bildirir ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin əvvəlki kitablarda, səmavi kitablarda adı keçmişdir. Necə ki, Uca Allah Əl-Əraf surəsinin 157-ci ayəsində belə buyurur. O kəslər ki, əllərindəki Tövrat və İncildə vəsfləri barəsində yazılmış, gördükləri ummi, yəni yazıb oxumağı bilməyən Peyğəmbərin ardınca gedərlər. O Peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan, məşəqqətlərdən xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır. Əl-Əraf surəsinin 157-ci ayəsi. Və həmçinin Saf surəsinin 6-cı ayəsində Uca Allah belə buyurur. Xatırla ki, bir zaman Məryəm oğlu İsa belə demişdi. Ey İsrail oğulları, həqiqətən mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı Peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm. Sonra onlara açıq aydın dəlillər gəldikdən onlar bu açıq bir sehirdir dedilər. Saf surəsi 6-cı ayə. Yəni bu iki ayə göstərir ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin adı əvvəlki kitablarda, yəni Tövrat və İncildə keçmişdir. Peyğəmbərin adlarına gəlincə, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bildirdiyi kimi, necə ki, Buxari və Müslimin səhih əsərlərində Cübeyr ibn Mut'im radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bildirmişdir ki, mənim 5 adım var. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm adlarını qeyd edir və bildirir ki, mən həm Muhammed, həm Əhmədəm. Mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi mahiyəm, əl-məhi. Əl-məhi sözünün mənası pozan, yox edən deməkdir. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, mən ayağı altında insanların məhşərə toplandığı haşirəm və mən aqibəm. Və bu hədis göstərir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm özü barədə bildirir ki, onun 5 adı var. Bu 5 addan Muhammed və Əhməd adları Qurani Kərimdə keçir və həmçində İsa əleyhissalamın dili ilə Uca Allah bildirir ki, İncildə də məhz Əhməd adı keçir. Digər adlara gəlincə isə Əl-Məhi, yəni silib yox edən deməkdir. Həmçinin Əl-Həşir, bir yerə toplayan deməkdir. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm özü bildirir ki, ayağı altında insanların məhşərə toplandığı Əl-Həşirəm. Həmçinin Əl-Aqib sonuncu deməkdir və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildirir ki, mən aqibəm, yəni məndən sonra Peyğəmbər olmayacaq.